Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoş edici içki də, qumar da, tapınmaq məqsədi ilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən şeytan sərxoş edici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı? Allaha itayət edin, onun elçisinə itayət edin və asi olmaqdan çəkinin. Əgər üç çevirsəniz, bilin ki, elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir.